Hər kəsə salam. Bugünkü dərsimiz Xəzər xaqanlığıdır. Xəzərlər tayfa olaraq 198-ci ildə Basil tayfaları ilə birlikdə Çola dərəsindən, yəni Dərbənd qapılarından keçərək Azərbaycan ərazisinə gəliblər və Azərbaycanın müxtəlif ərazilərində məskunlaşıblar və indinin özündə də bəzi yer adları bu tayfaların adları ilə adlandırılmaqdadır. Yəni tayfa olaraq 2-ci əsrdə Xəzərlər Azərbaycan ərazisindən yürüşlər ediblər. Və dövlətin yaranması haqqında danışaq. Xəzər xaqanlığı 7-ci əsrin ortalarından, yəni 650-ci illərdə Qərbi Göytüş xaqanlığının süqutundan sonra yaranan dövlət oldu. Xəzər xaqanlığı Qərbi Göytüş xaqanlığının varisi hesab edilir. Yəni bu nəsildən gəlir. Xəzərlər də Aşina sülaləsindəndirlər və bu xaqanlığın yaranmasında Xəzərlər də, Basillər də, Sabir tayfaları mühüm rol oynayıblar və xalqların böyük köçündə də iştirak ediblər. Qafqazda və ona qonşu olan ölkələrdə məskunlaşıblar bu tayfalar. Dövlətin paytaxtları var idi. Paytaxtları Bələncərdir, Səməndərdir, İdildir. Dövlətin paytaxtları hesab edilir. Deməli, Xəzər xaqanlığının əsası qoyuldu. Qərbi Göytüş dövləti süqut etdikdən sonra, yəni 650-ci illərdə paytaxtı Bələncər, Səməndər, İdil şəhəri oldu. Həmçinin də Aşina sülaləsindəndirlər. İdik Göytüşlər də bu sülalədəndir. Məsələn, oxşar cəhət kimi götürmək olar. Və Xəzər, Basil, Sabir tayfaları bu dövlətin yaranmasında mühüm rol oynayıb. Dövlətin idarə edilməsi Göytüş xaqanlığında təxmini olduğu kimi idi. Dövlətin əsas hissəsini xaqan idarə edirdi. İkinci şəxs isə Xaqan bəy adlandırılırdı. Burada dedik türk tayfaları idilər. Böyük Bulqar dövləti zəiflədikdən sonra ərazisi daha da genişləndirildi və onu da deyək ki, Xəzər dənizinin şimal hissəsində əsas dövləti yaratmışdılar Azərbaycandan şimalda və Şərqi Avropa deməli sayılır bu dövlətin yarandığı ərazi və bu dövrdə Sasanilərin Azərbaycanda Cənubi Qafqazda möhkəmlənməsinə icazə verməyiblər, imkan verməyiblər Xəzərlər. Ərəblər 7-ci əsrdən başlayaraq hücumlara başlayıblar, bütün Azərbaycan ərazisini tutublar və şimalda onların Şərqi Avropaya girişinin qarşısı Xəzərlər tərəfindən alınıbdı. Bunu Azərbaycan tarixindən demişik. Ərəb-Xəzər müharibələri 100 il davam edibdi. Müharibələrin nəticəsində döyüş meydanı Azərbaycan olubdu. Yəni ən çox zərər bizim ərazimizə dəyibdi və bunun nəticəsidir ki, Xəzərlər burada imkan verməyiblər ki, ərəblər Avropanın içərilərinə doğru irəliləsinlər, Şərqi Avropaya doğru irəliləsinlər. Düzdür, burada ərəblər qalib gəlsələr də, Xəzərlər İslam dinini qəbul etsələr də, lakin içərilərə doğru irəliləməsinə icazə verməyiblər. Bu dövrdə 8-9-cu əsrlər Şərqi Avropada Xəzər asayişi dövrü hesab edilir. Həmçində Xəzər xaqanlığının icazəsi ilə Slavyanlar Desna və Dnepr çayları arasında məskunlaşıblar. Bu gələcəkdə dövlətin zəifləməsinə gətirib çıxaracaqdır. Bu dövrdə Xəzərlər cənubda ərəb orduları ilə müharibə aparıblar. Dediyimiz kimi müharibə zamanı burada yaşayan şərq slavyanları da onlara vergi ödəməyə məcbur ediliblər və ərəblərin Şərqi Avropaya irəliləməsinin qarşısını alıblar. Yəni imkan verməyiblər ki, ərəblər Şərqi Avropaya irəliləsinlər. Xəzər xaqanlığında böyük şəhərlər var idi və buradakı əhalinin əksəriyyəti demək olar ki, əsası türklərdən ibarət idi. 8-ci əsrdən başlayaraq yəhudilik, yəni müsəvilik dini burada rəsmi dövlət dini elan edildi və məhkəmə hakimiyyəti bütün dinləri təmsil edən nümayəndələrdən təşkil olunurdu. Yəni dövlət tolerant idi, dini ayrı-seçkiliyə yol verilmirdi. Əhalinin məşğuliyyəti əkinçilik, maldarlıq idi və güclü ordusu var idi. 10-cu əsrin ortalarından başlayaraq xaqanlıq zəifləməyə başlayıbdı. Bunun səbəbləri dediyi Ərəb-Xəzər müharibəsinin davam etməsidir. Bunun nəticəsində dövlət daha da zəifləyibdi. Həmçinin də Peçeniklərin
hücumlarıdır, türk tayfaları idi peçeniklər. Hücumların nəticəsində Xəzər xaqanlığı zəiflədi. Dini pərəçəndəliyin olması 965-ci ildə Kiyev knyazı Svyatoslavın Xəzər xaqanlığı üzərinə yürüşünə gətirdi, çıxartdı və bu yürüşün nəticəsində paytaxt tutuldu və Xəzər xaqanlığına son qoyuldu. Deməli, dövlət yaranıbdı 7-ci əsrin ortalarında, süqutu isə 10-cu əsrin ikinci yarısına düşür. Lakin buna baxmayaraq 12-ci əsrə qədər bəzi mənbələrdə tayfa olaraq adları çəkilir, lakin siyasi əhəmiyyətlərini itirmişdilər və sadəcə olaraq tayfa olaraq adları qeyd edilir. Bugünkü dərsimizdə bu qədər. Sağ olun.